Burada nə elədik biz avtoscroll üçün? Burada şəkillərimiz var. Şəkillərimizi göstərəyim indi bir-bir. Ctrl Z eləyim, tam arxaya geçsin. Bir-bir göstərək. Aha. Baxın, burada şəkillər yüklədim. Şəkillər sistemi, hətta bunu nə qədər istəyirsiniz artıra bilərsiniz. Şəkilləri burada avtolayout eləyirəm. Elədim, bunu qaldırıram yuxarı. Dizayn hissəyə keçin. Qaldıram bunu yuxarı. Nə qədər olsa yanında çıxarsan. İndi buradan ölçü götürəcəyik bilsəm də, neçə dənə şəkil tutur bu? 3 dənə şəkil tutur maksimum. 3 dənə şəkil tutur və bunu frame selection eləyək. Frame halına çevirməliyik. Frame halına çevirdik. Olar. 3 dənə şəkil buradan seçdim və məsələn bu qədər. Keçirik, bunun kopyasını çıxarırıq. Aha. Bunun kopyasını çıxardıq və indi biz sonuncu 3 dənə şəkilə çeviririk. Götürürük bunu, seçdik bunu, indi sola doğru sürüşdürürük. Hətta mouse'la da apara bilərik. Sola doğru sürüşdürdük, son 3 dənə şəkil qalır burada. Hansıdır son 3 dənə şəkil? Budur. Aha. İndi bunları buradan yığacam. Bir dəqiqə. Bu da frame'dir, bu da frame'dir. İşte başqa yox, heç eləməyibsə. Okey. Burada klip kontentləri açıq qoyuruq. Burada klip kontentini açıq qoyuruq. Frame'in. Bir dəqiqə, bu biraz kesildi. Hayır. Bunu silim. Frame'i də silim. Bunun təzən kopyasını çıxaraq. İçinə çətin deyil. Bunu sürüşdürürəm son 3 şəkilə qədər. Belə. Frame'i seçdim. Clip content'i açıq qoyuram. Burada da frame'i seçirəm. Clip content'i açıq qoyuram. Bunların bir dənə eyni xətt üzərinə gətirək. Bunu da eyni xətt üzərinə gətirdik. İndi bunları edirik komponent set. Komponent set yaratdıq. Yaxınlaşdırırıq, prototype keçirik. Buradan after delay verəcəyik. Və smart animate. Bunu 1 saniyə edirik ki, həmin dəqiqə başlasın. Bunu kənara çəkək. Bunu da 10.000 yerləşdirmişik. İndi buradan da prototype verəcəyik. Bura instant verəcəyik. Bunu after delay seçirik. Bunu instant verəcəyik. Smart animate versək, geriyə dönəcək təzədən. Geriyə dönmə animasiyasını da göstərəcək. Onu istəmirik. Bunu da 1 saniyə edirik. İndi bunun kopyasını götürüb desktopun daxilinə atacağıq. Ümid edirəm işləyəcək. Instantda 10.000 saniyə olur. Smart animate yerləşdiriyor. İndi baxaq. Erə basırıq. Başlayır fırlanmağa.
Belə ömrümüzün axırına qədər bu scroll gedəcək burada. Bir dəqiqə, bu niyə belə oldu? Gelmədi. Ömrümüzün axırına qədər getmir. Auto scroll oldu. Bunun indi bir dənə variantı var. 10 klikləndi bu. Bunu dizayn hissəyə qaydırıq. Bunu kiçildirəm. Məsələn, belə. O hansı seçilirsə, o böyüklük o göstərmişdim. Kim göstərmişdi? Kim göstərmişdi onu da? Okey, göstərmirəm. Göstərməyində mənim o var. Göstərmirəm. Göstərmirəm. Hadi, okey, tamam. Hansına gəlirsə, o göstər kiçilik. Ağaçsa ol, Eləmişsən, var. Sonra afterdelay bilmirsə, afterdelay bilirsin nədir? Baxın, afterdelay bilirsin nədir? Tutalım ki, bir dənə saniyə seçirsiniz və o saniyədən sonra ekrana bir dənə bildiriş gəlməlidir. Məsələn, gəlin buradan community'dən bir dənə bildiriş götürək dizayna. Məsələn, bir dənə pop-up yazırıq, görək buradan bir dənə pop-up dizaynı götürək. Məsələn, sizin burada var. Özü məcbur. Türkçədən çevirəndə lap pis olur. Çerez. Gəlir Azərbaycan dildə. Azərbaycan da gəlir. Tutalım ki, bir dənə Ctrl-C eləyirəm bunu. Gətirirəm, öz işimin daxilinə atıram. Ctrl-V elədim. Düşsün işimin daxilinə buydu olur. Avtoliyat da eləməyiblər. Mən şey istəyirəm. Enter. Belə bax. Burada bütün yazıları kiçildim biraz. 144 falan çox. Edirəm 14. 14 eləməyim bunu. Eləyim. Bu nə qədər eləyək? Eləyək bunu 32. 40 elədik. Bunları balacalaşdıraq. Thank you sözünün mətnini balacalaşdıraq. Eləyək bu 32 elədik. Buradakı qrupun daxilindəki mətni də siləcəm. Eləyirəm məsəl üçün bunu da baxaq 24, 32, 36, okey. Belə. Bu oldu. Bunların da bölgüsü kiçilməlidir əslində. Amma silək bunu. Bu oldu bizim pop-up'ımız. Burada rectangle'ın rəngini eləyək başqa bir rəng ki seçilsin. Məsələn, belə bir rəng seçdik. Düzdür, yenə də böyüdür, amma məqsədimiz pop-up'ı göstərməkdir. Bunu atıram kənara. Bu mütləq şəkildə komponent və yaxud avtoliyat olmalıdır ki, avtoliyatı bunları ayrı-ayrı eləməyiblər deyə. Gəlin komponent eləyəm. Komponent elədim. Avtoliyat eləyəndə qarışır. Çünki bu avtoliyatı hamısını ayrı-ayrı elməyiblər. Option hamısını seçib birdən avtoliyat eləsək qarışacaq. İndi nə edirəm? Burada bizim bir dənə desktopumuz var. Və istəyirəm ki, müəyyən müddət sonra desktopa bir dənə bildiriş gəlsin. Hətta kliklə də ola bilər. Gəlin afterdelay ilə eləyə birinci. Prototipə keçirəm. Desktopdan bu pop-up'a prototip verirəm. Afterdelay seçirəm. Afterdelay nədir? Müəyyən bir dənə saniyə təyin edirsən, müddət təyin edirsən. Məsələn, 800 millisaniyə. 1000 millisaniyə 1 saniyə deməkdir. 800 millisaniyə nədir? 0,8 saniyə. Okeydir, qala bilər. Bunu
Çox gözləyəsəndir. Navigate to yox. Çünki kənarda hansısa bir komponentə prototyp verirsə, bu hansısa bir desktopun içində deyilsə, kənardadsa, buna navigate to verə bilməzsən. Buna open overlay verirsən. Məsələn, verdik burada open overlay verdi və deyir ki, burada aşağısında parametrlər çıxır. Deyir position'ı təyin elə, yerini. Seçirəm bunu manual. Həmişə manual seçir, yadınızda saxlayın. Seçəndən sonra burada bir kölgə düşür. Xəyali bir kölgə. Bu yerini təyin edirik. Kənara klikləyəndə bağlansın seçimi verə bilərik. Close when click outside. Bir də background təyin edə bilərik. Okay, background-da 25% opacity ilə təyin elədik. Burada animation'ı moving seçə bilərsiniz, dissolve seçə bilərsiniz. Yəni dissolve seçək. Aha, gəlin burada bounce seçək. O custom spring seçdik, bounce seçirik. Aha. İndi vaxtı falan necə siz təyin edə bilərsiniz. Gəlin bunu indi desktopumuzu view eləyək. Aha, 800 milisaniyə sonra bunu biz eləyək. Yerə basıram. Ekrana gəldi. Bir dənə pop-up gəldir ekrana. Bu nədir? Bizim, hətta gəlin bunu uzadım biraz. Belə göstərim. İndi dizayna qayıdım. Bir dənə bunu belə göstərim. Baxın, müəyyən saniyə sonra ekrana pop-up gələcək. 808 saniyə sonra da elə bir ekrana gəldi. Burada bounce seçmişik deyə belə görünür. İstəsək bunun prototypını dəyişib adi instant dissolve nə istəyirik verə bilərik. Məsələn, gəlib bunu instant verək. Instant verdik, bir dəqiqə, erə basırıb present'ı refresh edirik. Ekrana belə bir pop-up gəlir. Bu pop-up'ın gəlməyini siz təyin edirsiniz. İstəsəniz bu pop-up'a burada kölgə verə bilərsiniz. Background'dan biraz seçilsin deyə. Götürdük, burada gəlirik, effektlərdən klikləyirik, drop shadow veririk. Burada yayılmasını istədiyiniz kimi təyin edə bilərsiniz. Buradakı məsələn, opacity-ni 30, 25 neysiz qoyursunuz. Gəlirsiniz bura, baxın belə bir dənə kölgə düşdü arxasına. Bunu istədiyiniz kimi yerini dəyişə bilərsiniz. Məsələn, X-ını biraz belə edirik. Baxaq bir dənə belə oldu. Y-ni artıranda kölgəsini özünüz təyin edirsiniz, necə istəyirsiniz. Erə basıram, pop-up belə gəlir ekrana. Bu formada. İndi nə edirik? Pop-up'ı da göstərir. Pop-up'ı belədir, yəni. Pop-up'ı kənarda hazırlayırsınız və hansı ekrana gələcəksə pop-up'ı veririk after the line ilə. İstəsək, məsələn, on click ilə də verə bilərsiniz ki, məsələn, ekrana klikləyəndə çıxsan sonra. Gözüm dolu verir, bilirsən, çıx sonra. Tamam. Bunu istəsək biz on click ilə də verə bilərik. Məsəl üçün, prototypı after the line yox, on click eləyirəm. On click nədir? Mən klikləyəndə bu prototyp baş verəcək. Yerə basıram, after the line neçə saniyə keçsin, çünki after the line yığışdırmışıq. Ekrana klikləyirəm, baxın, pop-up gəldi. Bu, hansı halda ola bilər? Məsələn, qeydiyyatı tamamlamışsınız və ya pul köçürmüşsünüz, hansısa bir ödəniş eləmişsiniz. Uğurlu əməliyyat göstərmək üçün pop-up'ı burada göstərə bilərsiniz. Pop-up əslində çox yaxşıdır, çünki insanlar əməliyyatı eləyir və o əməliyyatın nəticəsini görmək istəyir. Görməyəndə biraz tərəddüdlü qarşı düzgünmü elədiyim, yoxsa başqa yerə mi göndərdim, nə oldu? Məsəl üçün, köçürmə elədiniz, oradakı butona basan kimi uğurludursa əməliyyat, uğurlu, uğursuzsa bunun error variantını yerləşdirir ekrana. Belə. Sağa sola scroll'u göstərmiş də. Dəqiq. Nəyi göstərmiş? Hə. Bax bunu, burada məsələ bilsin nədir? Burada after the line yox, bunun daxilinə bir dənə şey verəcəyik, ox verəcəyik, oxdan prototypi belə verəcəyik. Məsələn, gəlin belə göstərim də. Tutalım ki, burada bir dənə ox var, bunu klik eləyirəm. Özü deyirsən. Buyur.
koydu. Ama üzerine gələndə, məsəl üçün, o bölüyə kimi açır, amma yeni bir pəncərəni açır da. Hansı, baxın bir dənə Decathlon saytı. Bu siz bir dənə dayandırın.